Düşmən hər zaman bu şovinistlərin əli ilə çalışacaq, bizim aramızı Gürcü qardaşlarımızla vursunlar. Həyasızlığa bir mənalı olaraq belə deyək, həyasızlığa həyasızcasına cavab vermək lazım deyil. Soyuqqanlı yanaşaq. Bütün bu məsələlərdə bir dənə çıxış yolu var. Yalnız və yalnız bu ölkənin belə deyək, stabilliyini, birliyini, gücünü və gözəlliyini qorumaq üçün yeganə bizim vətəndaşlarımızın, Azərbaycanlılarımızın bir yolu var. Biz yaxşı bilirik ki, bütün bu işlərin arxasında Gürcüstanın dövləti durur. 2012-yə qədər Mikhail Saakashvilinin vaxtında niyə bənzər hadisələr baş vermirdi? Bizim Azərbaycanlılar günbəgün belə deyək, hər yerdə ən yüksək vəzifələrdə belə təmsil olunurdular. Biz yaxşı görürdük. Mikhail Saakashvilinin dönəmində hətta Novruz bayramına kimi necə belə müqəddəs şəkildə tanınırdı. Məscidimizə gəlib prezident dizini yerə qoyub Quranı öpürdü. Hər cür bizim xalqa dəyər verilirdi. Ancaq biz son vaxtlarda bunun tam əksini görürük. Nə Azərbaycanlı xalqına bir xalq kimi dəyər verilir, müəyyən vəzifələrdə yer verilir, nə də ki, ümumiyyətlə görürük baş verən bu hadisələr nəyə xidmət edir. Təbii ki, biz gördük son bir neçə gün bundan əvvəl az yaşlıya qarşı baş vermiş bu cinayətdən sonra hakimiyyət cinayətkarı sərt şəkildə belə deyək, cəzalandırmağın əvəzinə 15 milyar girov əvəzində azadlığa buraxdı. Dünən baş vermiş, soydaşımıza qarşı baş vermiş hadisə, görürük ki, polis sanki adi bir insanla söhbət edir orada. Sanki adam o cinayətkar ki, odlu silahla bizim soydaşımızı hədəliyir, öldürməklə bilmirəm hər nə. Ancaq açıq şəkildə görünürdü ki, hədəliyir. Bütün bu şeylər cinayətkarlığa, belə deyək, yüngül yol açır. Əgər qanun qarşısında bu cür cinayətkarlar sərt şəkildə cavablandırılmayacaqsa, cəzalandırılmayacaqsa, bənzər hadisələrin sayı çox olacaq və bu da ümumiyyətlə bizim dövlətçiliyimizə, bizim birliyimizə, bizim xalqımıza ziyandır. Biz də bunu istəmirik. Bizim xalqımız bir çıxış yolu görməlidir. Bu da budur. Biz əziz xalqım, belə deyək, şovinistlərə şovinistcəsinə cavab verməyək, provokasiyalara uymayaq. Təbii ki, bu düşmənin belə deyək, dəyirmanına su tökmüş olarıq bununla. Bizim çıxış yolumuz budur. Hakimiyyətə ümumiyyətlə yox deyirik. 41, nə zaman ki biz seçki məntəqəsinə gedəndə ümumiyyətlə heç bir zaman orada 41-i dairə eləməməliyik.